Mənzil alanların diqqətinə bir vacib xəbəri çatdırım. Çıxarışdakı kvadrat metr niyə az görünür? Deməli, bir çox hallarda mənzil alan vətəndaşlar çıxarışda göstərilən sahənin müqavilədə qeyd olunan ölçüdən az olduğunu gördükdə tikinti şirkətinin öhdəliyini pozduğunu düşünür. Lakin Ali Məhkəmənin izahına görə belə mübahisələrdə əsas meyar tərəflər arasında bağlanmış müqavilənin şərtləridir. Müqavilədə sahənin hesablanma qaydası ayrıca göstərilibsə, məsələn, həmin şərtləri uyğun qiymətləndirilir. Belə razılaşma olmadıqda isə əsas götürülən göstərici mənzilin faktiki işçi sahəsi hesab olunur. Ölçmə zamanı bu sahə müqavilədə göstərilən ölçüyə uyğun çıxarsa, şirkət öhdəliyini yerinə yetirmiş sayılır. Faktiki sahənin daha az olduğu müəyyən edilərsə, bu müqavilənin qüsurlu icrası kimi qiymətləndirilir. Ali Məhkəmə vurğulayır ki, çıxarışda qeyd olunan ümumi sahə şəhərsalma normalarına əsasən hesablanır və eyvan, terras kimi deməli, sahələr 0,3 əmsalla nəzərə alınır. Buna görə də yalnız bu hesablama fərqinə görə çıxarışdakı sahənin az olması tikinti şirkətinin müqaviləni pozduğu anlamına gəlmir. Əgər faktiki sahə çatışmazlığı təsdiqlənərsə, alıcı çatışmayan kvadrat metrlərin dəyərinin ödənilməsini tələb edə bilər. Kompensasiya məbləği iddiaya baxıldığı dövrdə bazar qiymətləri əsasında müəyyən edilir. Bu cür tələblər üzrə məhkəməyə müraciət müddəti mənzilin təhvil verildiyi tarixdən 5 il müddətinə təşkil edir. Bax belə.